Bakı Gross Akademiyanın TET buraxışının yenisində hamınıza xoş gördük. Bugünkü qonağım yeni məhsulumuzun təlimçimiz Kamran bəydir. Xoş gəlmisən Kamran. Salam, xoş gördük. Kamran necə gedişlər? Yaxşıdır, yaxşıdır. Kamran, bu məhsul tutuzdura biləcəyik. Yəni bunları dillədik. İşimiz budur da. İşimiz budur. Gəl belə başdan ən birinci sualla başlayayım. Ən çox tələbələrin verdiyi sual. Bir PO olmaq istəyən, product owner olmaq istəyən adam nədən və hardan başlamalıdır? Yaxşı sualdır. Bilirsiniz, ümumiyyətlə istənilən bir sahəyə addımlayanda birinci bir başa düşmək lazımdır insanın özü kimdir. Burada vacib məqam budur ki, insan özünün kim olduğunu birinci növbədə başa düşmək önəmlidir. Çünki bilirsiniz, insan bizdə uşaqlar gəlirlər, mən görürəm o uşaqları, gənclərdir, internlərdir, gəlirlər. Hər ay bir dənə məsəl üçün şöbədə olurlar, departamentdə olurlar. Baxırsan ki, gələndə bir başqa şey düşünürlər, bu günləri tam başqa bir şey düşünürlər. Ona görə ki, onlar axı hələ agah deyil onlara ki, hansı sahə nədir. Düz. Birinci növbədə budur məsələ və onlar və özünü də bir də orada tapa bilirlər. Yəni mən kiməm və qarşımdakı nədir? Mən ona görə özümə gələn məsələn internlərdən ilk günlərdə ən az 1-2 saatlıq da olsa bir session edirəm, sırf danışırıq. Deyirəm, axışa burax, danış, hər şeyi danış. Özünlə bağlı kimsənsən? Gəlin otur bir söhbət eləyə danışaq. Birinci bunu aydınlaşdıraq. Bunu aydınlaşdırandan sonra artıq keçirik ki, PO kimdir? Və yaxud da PM kimdir, və yaxud da HR kimdir, nə bilim marketing kimdir və s. və axır. İnsanlara birinci növbədə sözsüz ki, bu şansı vermək lazımdır. Product owner kim ola bilər sualını mənə görə product owner olsun, project manager olsun, əslində bir çox adam ola bilər. Çünki mən ümumiyyətlə heç bir insanın doğuşdan etibarən bir qabiliyyətə sahibdir və onunla gedəcək, ondan sonra qazana bilməz deyə bir anlayışı qəbul eləmirəm. O anlayış var, bəli o tip teorilər var, amma o teoriləri artıq bu dövrümüzdə öldürməyə başlamışıq. Yəni gəlin belə deyək, doğuşdan etibarən AI ekspert kimdir? Heç kim. Və yaxud da doğuşdan etibarən digitalization expert kimdir? Və yaxud da project manager kimdir doğuşdan etibarən? Hə, tamam, orada ola bilər müəyyən bir behaviorları, insan genetik qazana bilər, götürə bilər, amma insan döyüşərək də bunu əldə edə bilər. Həqiqətən. Biz misal üçün geçsək, baxsaq misal üçün lap qədim dövrlərdən götürsək Hitleri, götürsək nə bilim Stalini. Əvvəldən bu insanlar yəni diktator idilər. Bunu necə bacardılar? Yəni görünür ki, yaşayış, zaman, bilirsiniz, onların həyatlarını gedib araşdıranda baxırsan ki, onların həyatları gətirib onları əslində o etapa çatdırıbdır. Demək ki, nəyisə qazanmaq mümkündür, pis və ya yaxşı, qazana bilərsən. İnsanda o kapasitəni belə deyək də Allah yaradıbdır və insana veribdir o kapasitəni. Sən onu necə inkişaf etdirəcəksən, hara aparacaqsan, səndən asılı bir şeydir. Ona görə də product owner hər kəs ola bilər, project manager hər kəs ola bilər. Önəmli olan məsələ passiondur. Yəni istək, arzu, niyyət və onu ingiliscədə desire deyə bir ifadə var. Yəni bizdə biraz başqası başa düşülür deyəndə ki, və ona qarşı ehtiraslı olmalısan deyəndə biraz başqa təfsir var. Passion sözünü də tam olaraq birə keçirmək olmur. Passion birə başa yəni tərcümə eləmək olmur da, demək olmur da. Nədir? Passion deyirsən yaxşı ki, hamı başa düşür bunu. Bəzən belə oturub danışana deyirlər ki, niyə siz ingilis ifadə çox işləyirsiniz? Deyirəm ki, onun biz qarşılığını verə bilmirik də. Bizim bu uşaqlarda, bizim bu gənclərdə o passion tutmaq lazımdır. O passion olması çox önəmlidir ki, mən bunu etmək istəyirəm. Bizdən bir dənə qonağım vardı, Nərmin xanım, Amazonda işləyir. Deyir ki, adamın əsas məsələ passion olsun. Öyrənmək istəyi olsun. Geri qalanı öyrənməyə nə var ki? Kesinliklə. Gəlin hətta sizə belə bir nümunə verim. Deməli, bu yaxınlarda yəqin ki, görmüş olaraq Toprak Razqatıoğlu misal üçün çempion oldu. Nətər çempion oldu? Adam Toprak Razqatıoğlu hardan başlayıbdı? Yəni, mənə elə gəlir ki, o bir yarışma var. Məsələn, o yarışmaya gələndə heç kəsin ağlına gəlmirdi ki, o bir gün dünya çempionu olacaq. O bir gün hətta yıxılmasına rəğmən qalxacaq və sona qədər döyüşüb gedib o etapa gəlib çatacaq. Bunun adı passiondur. Əgər biz passionu görmək istəyiriksə, məsələn, torpağa baxa bilərik ki, hə, məsələn, bu passion bu deməkdir. Bununla bağlı çox baxa biləcəyimiz senaryolar və hekayələr var, insanlar var. Nümunə olaraq bunları sözsüz götürə bilərik. Bu gənclərdə birinci o passionun olması yetərlidir. Biz deyək ki, bu insanlar PO ola bilər, bu insanlar PM ola bilər və yaxud da digər hansı. Başqa bir sual var. PO ilə PM-in fərqi nədir? Yəni product owner-la project meneceri bir-birindən ayıran nöqtə haradır? Bilirsiniz, project manager həm lap əvvəldən project manager anlayışı zaten var olubdur. Hər yerdə olubdur. Hətta gəlin belə deyim də, həmişə qədim dövrlərə getməyə xoşlayırıq da, gəlin yenə gedək ora, deyək ki, ilk növbədə insanlar necə başlar, mağaralardan çıxdılar, getdilər ov eləməyə də. Ov eləməyə dağınıq gedə bilməzdilər də, mümkün deyil. Bir dənə project managerlər olubdur bunları ovlamaq üçün.
Bu ovlama etabında project manager bir nəfər olubdu. Orada bir də nə bilim, yəni misal üçün deyirəm. İndi project manager kimdir? Gəldi ki, Murad bir dənə project manager olubdu orada. Ya Kamran da project manager olub və insanları toplayıb harasa aparıbdı. Project manager əslində bir də həm də eyni zamanda liderliyi olan bir insandır. Product owner'da nə olmalı, nə olmamalıdır sualının cavabında. Əslində product owner'da, project manager'da, scrum master'da, agile coach'da bunların hər birində ən önəmli olması gərəkən şey communication'dır. İnsanlara bir şey ötürmə bacarığı, onlara izah etmə, ikna etmə, kommunikasiyanı düzgün qura bilmə bacarığı çox önəmlidir. Baxın, bu günə kimi bir çox məsəl üçün PO yoldaşları görmüşəm, project manager yoldaşları görmüşəm. Uğurlu və uğursuz arasında ən kritik fərq communication məsələsi idi. Daha əvvəl çalışdığım yerlərdə elə məsəl üçün product owner var idi, çox savadlı yoldaşlar var idi, çox savadlı idi həqiqətən. Amma bu yoldaşlar successful deyildilər, uğurlu ola bilmirdilər. Çünki komandanın içərisindəki o communication'ı qura bilməmişdilər. O komanda ilə bir ola bilmə məsələsi var. Amma deyək ki, ondan sonra deyək ki, başqa bir product owner oldu. Bu yoldaş çox successful oldu. Bir nömrəli məsələ kommunikasiya idi. Komandanın nəbzini tutdu, komanda ilə birgə bu prosesi apara bildi. Onların ayrıldığı nöqtə nədir desəniz, product owner bir produktu ortaya çıxaran, onun fəlsəfəsini, onun konseptini, yanaşmasını hazırlayan, ideation'ı hazırlayıb ortaya qoyan və eyni zamanda backlogu dediyimiz o backlog ki var, onu hazırlayıb ortaya çıxan şəxsdir. Çünki developer nəyi edib etməyəcəyini backloga baxaraq başa düşməlidir. Və o backloga baxdığı zaman görməsi üçün də product owner onu hazırlamalıdır. Amma project manager üçün konkret bir product olmaya bilər. Bir squad olmaya bilər və yaxud da project manager agile olmaya da bilər. Project managerin ilgiləndiyi bir dənə məsələ var. Kriterlər doğrultusunda layihəni aparıb yekunlaşdırmaq və stakeholder happy eləmək. Belə deyək də, deməlidir ki, bravo. Yəni bir produktun içərisində əslində 100-dən project ola bilər. Əslində belə deyim. Hətta mən deyərdim tərsinə bir proyektin içərisində bir çox produktlar ola bilər. Məsələn, gəlin belə deyim sizə. Bizdə yoldaşlar bəzən bunu soruşurlar ki, məsələn, portfolio, nə bilim, proqram və s. bunları necə bölürsüz də? Yəni Azərbaycanda portfolio həcmində layihələr elə də çox olmaz. Çünki bizim ölkənin ümumi həcmi nə qədərdir ki, orada portfoliolar olar, nə bilim. Bəlkə adlandıra bilərlər, amma in reality o qədər çox belə deyək də tapa bilməzsiniz portfoliolar. Portfoliolar məsəl üçün deyək ki, böyük ölkələrin ola bilər, BP-nin və s. belə şirkətlərin portfolio ola bilər, böyük korporasiyaların, böyük şirkətlərin. Portfolio bunun ən böyük həcmidir. Onun altında proqramlar var, onun altında bəlkə produktlar da ola bilər, proyektlər də həm single olaraq ola bilər, həm hansısa proqramın altında ola bilər. Yəni buradan da bilindiyi kimi portfolioda, proqramda və proyekti, orada artıq product ola bilər. Product hətta müəyyən bir proyektin tərkib hissəsi də ola bilər. Çünki normalda məsəl üçün bir şirkət penetration eləyəcək, bazara yeni bir məhsulla girəcək və ya da məhsullarla girəcək. O məhsullardan bəziləri agile ilə idarə olunub gələ bilər, bəziləri digər məntiqlə idarə olunub gələ bilər. Məhsulun təbiətindən asılı olaraq və ya layihənin təbiətindən asılı olaraq qərar verilir ki, bunu biz hansı formatda gedib və necə edək. Əslində məntiqlidir də. Yəni proyektin içərisində də produktlar ola bilər, produktun içərisində də proyekt ola bilər. Ola bilər ki, produkt launch olub, deyirlər ki, bu produktun bu hissəsini bu proyekt kimi idarə edin, bu tərəfini belə edin. Yəni fərqli yanaşma ola bilər. Okay, bəs Scrum-la Agile-i burada hansı tərəfə qoyuruq? Yəni Scrum, mən bu sualları verməkdə məqsədim bizi izləyənlər bu terminologiyanın içərisində boğulmasındır. Yəni adam açır ki, mən hətta bununla bağlı post da paylaşmışam ki, qardaş, yəni bunun kökündə duran hamımız eyni işi görürük. Biri özünə product owner, biri product manager, biri Scrum master, biri agile coach, biri project manager, biri program. Hamımız yekunda bir şeyi həyata keçiririk ki, verilən tapşırığı dan eləyib bizə bunu verən stakeholder'ı xoşbəxt eləməkdir də. Bəli. Amma bunun müəyyən yerləri var ki, mən razıyam ki, ayrılır. Və məsələn, Agile ilə Scrum-u bəs bizdən ayrı nədir? Əslində bizdə belə deyək də, bu LinkedIn şəbəkəsi biraz vəziyyəti qəlizləşdirdi. Düzün desək belə deyək də, insanlar biraz situasiyanı qəlizləşdirdikləri zaman onun brendinqə müsbət təsir etdiyini düşünürlər də. Yəni nə qədər ağır ifadələr, uzun cümlələr və ingilis dilində Cem Yılmaz şallar, şantlar olanda məsələ daha qəliz olur və daha cool görünür də məsələ. Amma mövzunun əslində kökü çox sadədir də. Yəni niyə biz bir belə qəlizi getməyimizi gərəkdirəcək bir şey yoxdur ortada.
Əslində agile nədir desəniz, baxın, siz düşünün ki, eviniz var, evi köçürdürsüz. Evi köçürdən zaman sizin öz yanaşmanız belə agile ola bilər. Yes. Siz bir dənə balaca bir dükan açan zaman belə, siz özünüz evdə oturub bir dənə AI agent yığanda belə yanaşmanız agile ola bilər. Nə bilim, hər hansı bir məhsulu özünüz hətta tək başına bu etdiyiniz zaman agile yanaşma tətbiq edə bilərsiniz. Agile bir yanaşmadır, bir fəlsəfədir, bir həyat tərzidir mən deyərdim. Yəni bəzən məsələn mən özümdə bunu bir də ki hiss edirəm. İşdə bunu etdikcə sonra baxıram ki, öz həyatıma da təsir edir. Bilmirəm evdəkilər nə qədər məmnundur bundan. Amma nəticə etibarilə bu insan öz ruhuna işləyir də. Yəni baxırsan ki, bəzən yoldaşlarınla, bəzən ümumi şəxsi həyatında belə bunu baxırsan ki, bunun elementlərini görməyə başlayırsan. Bu o deməkdir ki, bəli, bunu artıq biz öz damarlarımızda hiss etməyə başlamışıq. Scrum məsələnin biraz daha praktikaya tökmək üçün olan halıdır. Scrum nədir yoldaşlar? Scrum budur ki, Scrum'un özünün eventləri var. Scrum'un özünün bir terminologiyaları var. Çox qəlizə getməyəcəm. Event dediyimiz, yəni bu hadisələr dediyimiz məsələ nədir? Bir iş görəcəksiniz, nə edirsiniz? Planlayırsınız. Planlayandan sonra nə etmək lazımdır? İzləmək lazımdır. İzləmək dediyimiz şey hər gün deyirsən ki, hər gün uşaqlar 15 dəqiqə yığışacağıq, 10 dəqiqə, 5 dəqiqə, 15 dəqiqə yığışırıq, 15 dəqiqədən çox olmamaqla. Yığışacağıq, deyəcəyik ki, bugün nə edirəm mən? Mən əngəl olan bir şey varmı, yoxmu? Dünənləri nəyi yekunlaşdırdım? Bunu dedim, çıxdım, getdim və bu qədər əslində proses bəsitdir. Sonunda da deyirsən ki, mən 2 həftəyə bu işi bitirəcəm və ya 4 həftəyə bitirəcəm ümumi bu etapı. 2 həftə, 4 həftənin sonunda da gəlirik, hamımız yığışırıq, deyirik ki, yekunlaşdıq, yoxsa yekunlaşdırmadıq. Amma o 2 həftə ərzində də görürük axı nəyin baş vermədiyini. Şirkətlərdə bu hal çoxdur da. Bəzən gedirsən, baxırsan ki, bir dənə bir şey var, qəşəng belə Jira, Planner və s. var. Ortada bir tasklar var. Deyirsən bu task nədir? Deyir ki, falan task. Nə vaxtdan qalıb qardaş bu? Deyir 4 aydır. Deyirsən 4 ayda o task niyə ordadır? Yəni sualın cavabı bilirsiniz nədir? Nə owner tapılır ortalıqda? Bu prosesin owneru kim idi? Yes. Owner tapılandan sonra ownerdan soruşursan ki, niyə qaldı? Deyir ki, nə bilim, falan şeydə desən qaldı. Sonra gəlsən falan şey tapırsan, izləyə də. Başıma gəlmiş şey deyirəm, iynə kimi axtara da gəlib tapırsan ki, falan kəsdə qalıb proses. Onlar desən ki, niyə axtarmamısan bu günə kimi, niyə baxmamısan? Nə bilim, heç soruşan olmadı. İnsanların əslində dərdi normaldır ha. Yəni insanların gün ərzindəki zaten başqa dərdlər də var, gündəlik işləri də var. Sən onları follow up etmək üçün nə etməlisən? 15 dəqiqə, 10 dəqiqə yığırsan, qoymursan çox detala getsinlər. Desinlər ki, hansı etapdalar və insanlar görsünlər ki, o proses həqiqətən dəyərlidir. Əslində Scrum-un məntiqi bundan ibarətdir. Əslində doğru məntiq. Sən case-in üzərindən getsək, mənəm ki, bunu daha loru deyirəm. Mən deyirəm ki, mən işləyirəm. Kim ağlayır, onun işini verirəm. Eynən. Ağlamayana pəpə yoxdur da. Yəni kim hal-hazırda mənə yazırsa ki, falan işi verirsən, verirəm. Kim ki yazmır, bir həftədən sonra yazır, demək ki, onun işi o qədər vacib deyil. Demək ki, gözləmə müddəti var. Düzdür, sən bir planlanma eləyirsən, amma sənə dediyin kimi, gün ərzində o qədər fərqli yeni bir şey çıxır, araya girir ki, onun sən bəzən təqibini itirirsən. Eynən, yəni orada zaten yenə deyirəm, o Scrum-un, Agile-in hamısının məntiqi ortada belə gəlir ki, kimsə bunu follow up etməlidir, izləməlidir. Hələ developer tərəfdə o şey izləməlidir. Prosesi kobud olacaq, qovmalıdır. Prosesi qovan yoxdursa, bunun arxasında düşən yoxdursa, bunun demək ki, yiyəsi yoxdur. Və burada ən önəmli məsələ isə bəzən məsəl üçün o sual çoxdur da, məsələn bizdə deyək ki, bəzən Agile ilə bağlı successful olan кейslər də olur, fail elədiklərimiz də olur da. Aradakı fərq bilirsiniz bir nömrəli nədir məsələ? Aradakı fərq leadershipdir. Kesinlikle. Çox önəmli fərq budur. Commitmentdir. Kimlərlə yola çıxdığınız. Əgər mən misal üçün bu gələcəyinə bizim yoldaşlar məsələn bu şeyi çox görəcəklər də, yaxın gələcəkdə özü də görəcəklər. Onlar üçün başlayacaqlar deyək ki, başlayacaqlar artıq bu gedəcəklər PM olacaqlar, PO olacaqlar, nə bilim Scrum Master olacaqlar, Agile coach olacaqlar və s. və axır özləri görəcəklər ki, misal üçün deyək də elə adamlar var ki, o adamlar resistance göstərməyi doğru bir şeydir və o resistance-ı siz welcome qəbul eləməlisiniz. Araşdırmalısınız. Bu sizin üçün önemli inkişaf şansıdır. Resistance göstərən bir insanı ikna edə bilirsinizmi? Resistance göstərən bir insanı inandıra bilirsinizmi? Əgər onları inandıra bilmirsinizsə, çönüb sual verməyə lazımdır ki, niyə inandıra bilmirəm? Çünki bəlkə birinci özüm inanmalıyam. Məsələ bundan ibarətdir. Bir də amma elə adamlar da var ki, onlar resistance göstərməyi okey deyil. Misal üçün, əgər misal üçün deyək ki, siz bir squad qrupusu və chapter lead resistance göstərirsə, bu biraz
qeyri-adi bir şeydir. Çünki demək ki, leadership leveldə hələ qəbul olunmayıb bu məsələ. Hə. Və o qəbul olunmayıbsa, leadershipin commitmenti göstərmədiyi heç bir layihənin successful olma ehtimalı demək olar ki, yoxdur. Razıyam. Bu ən azından experience bunu göstərir. Bəlkə kimdəsə bir möcüzə hekayəsi var, o ayrı məsələdir, amma yəni ümumi bir general baxanda, bunu mən demirəm, bunu mənim experience-imlə demirəm. Gəlin açıq Harvard Business Review-nun elə araşdırmalarına baxaq, görək fail case-ləri var, orada case study-lər var bir sürü. Görək onların əksəriyyət kökündə nə dayanır? Leadership. Yəni yanaşma dayanır da. Biraz dərin bir case olacaq bəlkə, amma Boeing niyə fail elədi misal üçün? Deyək ki, 737 niyə fail elədi? Gedib araşdırsaq, kökündə culture, yanaşma və leadership dayanır. Və yaxud da desək ki, misal üçün başqa layihələr var da. Məsəl üçün deyək ki, bəzi böyük neft-qaz şirkətləri var, adını çəkməyim, agile eləmək istədilər, batdı. Niyə batdı? Çox pul xərclədilər ha. O şirkətlər ümumiyyətlə belə işlərə başlayanda birbaşa milyonları invest eləyirlər də. Bizdə misal üçün Azərbaycanın yerli şirkətlərindəki kimi belə əlimizdəkinə bir şey ortaya çıxartmağa çalışmırıq. Orada daha çox belə investment güclüdür də. Yəni amma fail olur da. Və əslində bu arada onlar üçün okeydir. Onlar lessons learned olaraq görürlər deyə okeydir. Yes. Amma niyə fail olduğunun arxasında dayanan nəticələri özləri araşdıranda orada vaxtı ikən çalışmış yoldaşlardan bir mənədir ki, dedi, "Kaman, bizdə dedi high levelda ümumiyyətlə buna inanan adam sayı çox az idi." Yəni C-levelda, rəhbərlikdə inanan insan sayı çox az idi. Bu bir inisiativ kimi çıxmışdı ortaya. Belə deyə də political olaraq o bilsin ki, hansısa digər rəhbərlər buna qarşı çıxmadı ki, əşi qoy filan kəs müəllimin istədiyi də olsun. Yoxdur da, sonra bir win-win eləyirik də qarşılıqlı. Amma inanmadılar axı. İnanmayandan sonra sözsüz ki, çökməlidir. Yəni Agile-in özü də bir xüsusilə elə riskli bir şeydir ki, Agile-in çökmə ehtimalı yüksək bir şeydir. Agile-ə girirsinizsə, şirkətiniz girirsə, çökmə ehtimalı yüksəkdir. Ələxüsusda leadershipin əgər orada commitmenti yoxdursa, o demək ki, başladığı kimi də çökə bilər o. Amma gətirdiyi plus da daha çox deyilmi? Uğuru qazanan adamın. Bilirsiniz, bu biraz nisbi anlayışdır. Biraz məsələn bəzi rəhbərlər var, deyirlər ki, Kamran, məsələn Agile biz eləcək benefiti nə olacaq da, otursan danışsan ki, bu ola bilər, bu ola bilər, bu ola bilər. Adam deyir ki, yox mən deyir, məsəl üçün qabağımda belə data görmək istəyirəm də, rəqəm görmək istəyirəm. Deyirəm, çox gözəldir. Yəni data oriented bir yanaşmanız var, amma müəllim, yəni Agile bir culture-dır da misal üçün də. Yəni culture-ın sizə data tərəfini göstərmə imkanı dünyada heç kəsdə yoxdur. Hə, məsəl üçün gəlin belə bir şeydə General Electric belə deyək də 20 ilin içərisində ciddi bir change göstərdi də. Neçə minlərlə, səhv etmirəmsə bir 10 minlərlə insanı ixtisar elədi, layihələri kökündən dəyişdi, bütün sistem dəyişdi. Bu günləri General Electric Rolls-Royce'un belə motorunu verir. Nə bilim, misal üçün deyirəm, çox böyük cruise firmalar, gəmi firmalarının motorunu verir də, düzdürmü? Onlar o change eləyəndə, yəni oturub Jack Welch deməmişdi də, ayda burada görürsən, məsəl üçün mən bu culture dəyişirəm, nələr dəyişəcək məsələsi. Yəni oturub belə deyək, o vaxt onun deyək ki, qazancı ilə indiki qazancı arasında bəlkə yüzlərlə, minlərlə qədər fərq var. Milyardlarla dollardan danışırıq, fərq var. Onu o vaxt ölçüb ortaya qoya biləcəkləri bir şey deyildi və bu uzun müddət vaxt apardı. Burada bilirsiniz nədir? Yenə də ortaya çıxır ki, bəli, siz bu şeydə, bu culture dəyişikliyinə inanırsınızmı? Lider buna inanır. Bu lazımdır ümumiyyətlə. Bəzən məsəl üçün elə şirkətlər olur, çağırırlar ki, məsəl üçün biz istəyirik ki, bizdə change prosesi baş versin. Deyirəm, nəyə change eləmək istəyirsiniz də? Deyir məsələn, bizdə insanların yanaşmalarında belə-belə problemlər var. Baxıram ki, problemin hardasa bilirlər problem nədir? Amma o nə ilə həll edəcəklərini bilmirlər. Deyirlər, bəlkə Agile eləyək də. Agile eləyək, bəlkə həll olar da bu məsələ. Bu bilsiz, deyirəm yoldaşlar, bu bilsiz nəyə bənzəyir? Deyirsiniz ki, başım ağrıyır, gəl Dimedronla Novakaini qarışdıraq, vuraq görək nə baş verir. Yəni, bunun kimi bir şey də, onun həll edə bilməyəcəyini hələ dəqiq bilmirik axı da. Və Agile hər yerdə belə qabağa atmaq olmaz. Çünki ola bilər ki, sənə 2 il sonra Agile lazım ola bilər. Bugün sənə heç Agile lazım deyil. Səndəki insanlar artıq Agile-ə nifrət eləyərlər. 2 il əvvəl sən vaxtından qabaq elədiyi və görsən Agile-ə nifrət eləyirsən, sabah 2 ildən sonra insanları inandıra da bilməzsən. Lap qabağa düşmək əvəzinə geri düşəcəksən. Geri də düşə bilərsən. İnsanlarda travma yarada bilərsən. Çünki məsəl üçün elə şirkətlər olubdur. O şirkətlərdə bu şirkətlər balaca şirkətlər deyil. Böyük şirkətlərdən söhbət gedir. Kifayət qədər korporativ, məşhur şirkətdən söhbət gedir. O şirkətlərin özündə mən o travmanı görmüşəm. İnsanlar artıq Agile deyəndə deyir, bəlkə yenə pufikin üstündə oturacağıq.
yenə əlimizdə kofe, amma şeydir, işi görməyə gələndə daily görüşlər, amma ortada bir şey yoxdur. Bunu deyən insanları da çox görmüşəm. Sözsüz ki, bu olacaq. Ona görə ki, bunu yenə deyirəm, bu yanaşma məsələsidir. Yəni insanlarda birinci bu şey yaratmaq lazım ki, bu qlamur görünmək üçün deyil. Bu belə deyək də xüsusi hər hansı bir belə deyək də şey üçün deyil də, bir branding mövzusu deyil. Branding mövzusu deyil. Bu sözün qısası. Bu branding mövzusu deyil. Bu yaxşı görünmək üçün deyil. Bu ona görədir ki, həqiqətən solutionu aparsın. Solutionu aparırsa bu deməli bizə lazımdır. Yaxşı, bir sual verim. Səncə PO-nun rəqəmsal məhsullarda daha effektiv olduğu mifi doğrudur yoxsa yox? Bilirsiniz, rəqəmsal məhsulları PO-suz da eləyənlər var da bu günlər. Yes, mən razıyam səndən. Bunu rəqəmsal məhsul PO-suz da eləyənlər var. Baxır məhsul nədir? Yəni misal üçün də mən rəqəmsal məhsullarda PO-nu daha çox görürəm. Amma atıram da hansısa bir bizim tarlalar misal üçün turş istehsal edir də. Produktı verir və çıxır gedir. Onun bir brend meneceri var. Amma orada bir PO yanaşması və yaxud əcəl yanaşması yoxdur. Bu tətbiq oluna bilərmidir, yoxsa bunun təcrübəsi varmı, yoxsa yoxdur? Bilirsiniz, ümumiyyətlə misal üçün bunu tətbiq edə biləcəyiniz ən çətin yerlərdən biri yəqin ki, elə HR-dır. Ağırlı yerim. Yəni onun misal üçün belə götürsək, yəni orada belə bunu tətbiq eləmək mümkündür. Amma yenə deyirəm, gəlirik mövzunun əvvəlinə ki, biz nə əldə eləmək istəyirik Agile-dən? Yəni yekun olaraq nəticə. Yekun nəticədir. Yəni vacib deyil, sən onu götürəsən, tamamilə bütün konsepti end-to-end orada tətbiq eləyəsən. Hə o konseptdə nə isə belə deyək də çox da framework-a zərər vermədən dəyişə bilərsən, öz uyğunlaşdıra bilərsən, amma əsas ki, sənin məqsəd və xidmət eləsin. Sabahları o sadəcə müdür deyib deyə orada olmasın, həqiqətən orada olması, olmalı olduğu üçün olsun. O mif məsələsinə gələndə baxın, bu günləri dünyada böyük şirkətlər var, korporasiyalar, ERP məhsulları istehsal edir. Ya ERP-lər və dünyanın ən böyükləridirlər. Onların özündə PO-suz bu prosesi eləyənlər var. Product ownerlar yoxdur. Agile-dən daha fərqli bir yanaşma tətbiq eləyirlər və onunla bunu eləyirlər. Hə, bu demək olmaz ki, bu onlar bunu eləyirlərsə, deməli o belə olmalıdır. Amma elə şirkətlər də var ki, məsəl üçün Google kimi şirkətlər var, Agile-lə deyək ki, bir çox proseslərini eləyirlər. Yəni burada yenə də o gəlir ki, siz məhsulunuzu bilirsiniz axı nədir? Tanıyırsınız axı nədir? Bizim tarlaların məsəl üçün turşularını Agile eləyə bilərsiniz yeri gələndə. Amma bizim tarlaların turşularını eləyən yoldaşlar, misal üçün, özləri məsələn düşünsələr ki, bu lazımdır, axı onlar da owner. Əslində product owner həmişə var əslində. Amma onlar owner kimi onu istələsələr ki, lazımdır, eləsələr işləyəcək. Amma onlar özləri hiss eləməsi bunun lazımdır. Ola bilsin ki, misal üçün hər hansı bir şirkət bunu əslində eləyə bilər. Bu formatda da. Məncə sənin dediyin qəşəng söz nədir? Niyə eləyək? Yəni bu bizə nə qatacaqdı? Yəni mən 5 qazanıram. Əcəl eləyəndə 8 qazanacamsa buna gedim. Amma ya da ki mən 8 qazana bilərdim. 5 qazanıramsa demək problem vardı. Amma mən 5 qazana bilərdim və 5-i qazanıramsa niyə tərpədirəm ki? Biz orada bəzən misal üçün müştəri məmnuniyyəti üçün bəzən Agile quranlar var. Düz. Agile quranlar var sürəti artırmaq üçün. Agile quranlar var belə deyək də effektivliyi belə artırmaq üçün. Amma bəzən Agile quranlar məsələn bunu qurula deyirlər ki, məsələn cost efficiency ilə işləməyəcək. Yəni Agile əslində baxın Azərbaycanda çox belə hörmətli, sayğın bankların birində Agile ilə bağlı kifayət qədər iş görmüş bir müəllimlə bu yaxınlarda bir görüşümüz oldu. Danışırıq. Deyirəm müəllim, bu cost efficiency ilə bağlı nə düşünürsüz də? Deyir, cost efficiency. Yəni qardaş, bizimdir gəl Agile tətbiq etdiyimizdən bəri staff sayımız səhv etməsə 3 dəfə artıbdı. 3 dəfədir, 4 dəfədir staff sayımız artıbdı. Developerlarımız artıb. Niyə görə bilirsiniz? Çünki Scrum-ın özündə çox doğru bir məntiq var. Deyir ki, sən bir adamı götürüb bir dənə skoda verə bilərsən. İkinciyə verirsən artıq problemi gözlə. 3, 4 artıq o deməkdir ki, yəni artıq sən bütün qaydalar yapasın və başın buraxdı. Yəni orada sən nəticə əldə eləmə ehtimalın aşağıdır. Yəni çünki bu istəyir bir developer olsun, istəyir digər insanlar olsun, bir şeyə fokuslanma çox önəmlidir. Zaten buradakı kilit point zaten fokuslanmadır. Fokuslana bilirsənsə ortaya daha yaxşı nəticə çıxarda bilirsən. Yəni bu belə bir şeydir. Baxın təsəvvür edin ki, bir dənə dizaynerdir. Deyirsən ki, həm iPhone-u dizayn etdirsən ona, həm Samsung-u dizayn etdirsən ona, həm Oppo-nu dizayn etdirsən ona, həm iOS-da işlətsən onu, həm şeydə işlətsən, Android-da işlətsən. Yəni işləməz axı. Yəni bir insanın fokuslana biləcəyi bir şey var. İnsan beyninin bir kapasitesi var.
Yəni ona görə də biz gözləməyək ki, o insanlar orada effektiv ola bilsinlər. Onda da deadline-lar qatır, işlər gecikir, Bəli. fail artır, adamın Sözsüz. səhv eləmə riski faizi artır. Ona görə də əcələ keçən şirkətlər staff cost əslində hazır olmalılar. Və onlar başa düşməlidirlər ki, bu bir periodlu yoldaşlar. Bu vaxt aparacaq bir şeydir. Çünki bir culture-ı öyrənmək, baxın, General Electric kimi bir şirkəti deyirəm də illərini alıbdı. CEO, adam full authorization var adamda, bütün səlahiyyətlər əlindədir. Şirkəti hər cürə səlahiyyət var, stakeholder bunu verib ona. Shareholderlar hamısı o səlahiyyəti verib. Adam illərini alıb ki, culture dəyişsin. Və digər bir reverse bir case-a baxaq. Boeing bayaqları misal çəkdim. Boeingin bir çox qəşəng formalaşmış bir culture var idi. O culture bir dənə misal üçün merging prosesinin nəticəsində nə oldu? Yerlə bir oldu və nəticəsində də çox böyük bir fail, çox böyük bir fail. İnsanların həyatına son verən bir fail oldu. Hissə sənədləri sırası düşdü. Neçə milyard? Hissə sənədləri milyardlarla düşdü aşağı. Çünki culture. Ona görə də hər yerdə deyirik ki, yəni ki, culture is strategy for the breakfast. Ona görə sizin strategiyavız nə olursa olsun, culture çox önəmlidir və culture və agile də əslində culture-ın tərkib hissəsidir. Ondan ayrı işləmir, onunla birgə işləyir. Agile tətbiq etməyə başlamışıqsa, culture-da da dəyişikliyi artıq qəbulləmişik deməkdir. O deməkdir ki, biz artıq öz culture-ımızı dəyişməyə başlayırıq, mədəniyyətimizi dəyişməyə başlayırıq, öz dəyərlərimizi dəyişməyə başlayırıq. Daha fərqli bir yanaşmaya doğru keçid edirik deməkdir və insanlar buna hazırlamaq lazımdır. Bəs belə bir sual var. Bugün PO-da və yaxud Agile-da, Scrum-da olanlar fərqli sahələrdən bura keçənlərdir də. Marketoloq və yaxud developer, əsasən fərqli ixtisaslardan birbaşa o ixtisasdan başlayan çox az görmüşəm. Səncə, misal üçün mən bir marketoloqam, 4 ay ərzində gəldim bir PO kursuna, nəzəriyyəsini mənimsədim, gedib rahat işə tapa başlaya bilərəmmi? Vurğun Hacıyevin bir dənə postunu gördüm. Vurğun müəllimə də salamlar buradan yeri gəlmişkən. Deməli, Vurğun abi bir dənə qəşəng bir post yapmış. Deyir ki, mən öyrənmənin sürətindən qorxmağa başlamışam. Çünki öyrənmənin sürəti insanın normalda eləyə biləcəyi sürətləri aşır artıq. Baxın, bilirsiniz, mən çox кейslər görmüşəm, insanlar görmüşəm. Bu günləri mənim marketoloq gördüyüm insan sabahlar tam fərqli bir sferada olubdur. Artıq bilirsiniz, universiteti mən bu sahədə qurtarmışam, mən bu sahədə işləyirəm deyə anlayışlar itibdir və itməyə doğru da gedir. Artıq məsəl üçün mənim bir yaxınlarımdan biri gəldi dedi ki, biz uşaq hazırlaşır falan universitetə, Kəmal, nə fikirləşsən də. Yəni səncə uşaq o getsə, gələcəyinə bir iş sahibi ola biləcək, bir işə düzəltmək olar onu. Dedim, yəni sən dedim onun hansı universitetə gedir, qoy uşaq getsin. Uşağı əsas ki, bir dənə sərbəst burax. Çünki bilirəm ki, valideyn boğan valideyn dedim, bir dənə onu sərbəst burax. Qoy uşaq özü getsin, öz istiqamətini tapsın. Sənin uşağın rəssam və ya biznesmen olacağını təyin etməyin heç nəyi dəyişməyəcək. O uşaq rəssam olmalıdırsa, o fərqli biznesmen olmayacaq onsuz da. O uşağın çünki ruh halı odur. O uşaq misal üçün gələcəyinə PO ola biləcəyi bir potensialdadırsa, onsuz da o rəssamla da başlasa gedib PO ola bilər. Developerla da başlasa gedib PO ola bilər. Belə кейslər çoxdur. Və belə кейslər var və o insanlar əslində indiki dövrdə bu keçid dövrüdür bir növ. İndi deyəcəklər ki, nə oldu keçid dövrü bitmir bizdə. Bu bizim öz yerli keçid dövrlərimizdən deyil, bu dünyanın keçid dövrüdür. Biz artıq bir keçid dövrünə girmişik və həqiqətən də artıq hər şey transform olmaya başlayıb, hər şey dəyişir. Artıq əvvəlki sahə anlayışları, ixtisaslaşma anlayışları itməyə başlayıbdı. Çünki insanlar çox rahatlıqla artıq smooth şəkildə sahələr arası change-lər eləyə bilirlər. Bəli, burada müəyyən kritik sahələr ola bilər. Kimsə qalib deyə bilər ki, nüvə elmləri üzrə alınmıraq bu və yaxud da biochemist misal üçün alınmıraq deyə bilər. Tamam, bu sahələr çox qəlizdir, əlbəttə ki, amma bizim danışdığımız bu ümumi sahələr ki var, bir çox sahələr ki var, artıq o sahələrdən deyillər də. Bu günləri misal üçün girirsiniz bir dənə Coursera-da, misal üçün deyirəm, Coursera-da götürürlər yazdılar ki, mənim career track-im məsəl üçün bu olmalıdır. Orada sənə məsələn durub çıxardı ki, məsələn sən bu şeyləri öyrənməlisən. Və yaxud da başqa bir dənə saytlar var. Yoldaşlar o saytlara girib məsələn roadmap falan beləcə saytlar var. Girib baxa bilər ki, develop olmaq üçün nələr keçməlidir. Evin içində edirsən də bunların hamısını və özün başa düşürsən ki, sənə nə lazımdır. Sonra da otursan desən ki, okey, mən bu lazımdır, gedim birinci bunu öyrənim. Gedim sonra bunu öyrənim. Yenə də gəlirik cümlənin əvvəlinə. Yoldaşlar, passion varsa, marketoloqsansa da PO ola bilərsən.
Riyaziyyat müəllimisən, sən PO ola bilərsən. Əsas məsələ odur ki, sən özün bundan istəyirsən yoxsa yox və hazırsanmı buna? Bəs keçən bir dənə sual verim. Tam azbızanlı sual. Hı. Pul qazanırlar, PO'lar. Qazanc Nə var iş işte. görürsənsə gör, yaxşısansa o işdə pul qazanırsan. Mən sizə bir söz deyim. Məncə mən maşın ustama buradan salam deyirəm. Mənim maşın ustam məndən çox qazanır məncə bu dəqiqə. Mənim 2 qatım qazanır. Ustanı tanımaq lazım. Nə, yəni aydın məsələ ki, bir də mənim hesabıma qazanmır. Yəni çox belə yanına gəlib gedənlər var. O ustalar məsələn çünki o ustalar Azərbaycanda yaxşı maşın ustası da az deyil, yeri gəlmişkən. Yəni onlar da o sahənin product ownerları da. Onlar bilirlər ki, onu nə etməlidirlər də. Adamlar işi çəmin bilirlər də. Adamın yanına problemlə gedirsən, səni solutiondan geri qaytarır da. Düz cibindən pulun gedirir, amma nəticə etibar solutiondan gəlir. O solution üçün gedirik də biz onların yanına. Lazım. Məncə məsələn bu məntiqdən hətta bayaqki suala gələn, məsələn mənim maşın ustam çox yaxşı PO ola bilər. Məsələ odur ki, o adam onu misal üçün Navasa keçmək istəsin ora. Düzdür, o PO-dan da çox qazanar yəqin ki, amma nəticə etibarilə əgər hansı sahədə gedirsənsə get, əgər sən yaxşı bir plançısansa, yarımçı papaqçı olmaqdan yenə də yaxşıdır. Nizami Gəncəv demiş ki, ona görə də yaxşı plançı da olsan, papaqçı da olsan, PO da olsan, nə də olsan, onu yenə sevgi ilə, istəklə, arzulayaraq o şeyin üstünə getmək lazımdır. Və inanmaq lazımdır ki, bəli, mən bu ola bilərəm. Bu alınlar məndə. Bu alınlar məndə, məsələ budur. Okey. Sonda təlimə gəlsinlər, gəlməsinlər. Özlərinə inanırlarsa, bunu hiss edirlərsə, ona gəlsinlər. Çünki məsələ yenə deyirəm, birinci növbədə onların özündən başlayır. Yes. Onlar yoldaşlar, bir dənə bir sualın cavabını verin. Siz nə olmaq istəyirsiniz? Project manager, PO, Scrum Master, həkim, riyaziyyat müəllimi, nə olmaq istəyirsiniz? O sualın cavabını tapandan sonra əgər tapdığınız cavab bizə aid bir cavab olsa məmnuniyyətlə biz dəstək olmağa hazırıq. Mən də hazıram. Təşəkkür edirəm. Çox gözəl söhbət idi.